Seyyid Əli Xamneyi də Peyğəmbərin nəslindəndir. Soyu da İmam Hüseyn əleyhissalamın nəslinə çıxır. Yəni Hüseyni Seyyidlərdəndir. Həsəni Seyyidlər var, bir də Hüseyni. O Hüseyni Seyyidlərdən hesab olunur. İranda tanınmış ayətullahlardan İmam Zamanla görüşməyi belə iddia olunan ayətullahlardan biri Ayətullah Nasiridir. Onun sözünə əsasən Ayətullah Xamneyi İmam Zaman ağanın nümayəndəsi hesab olunur və onun qəlbi İmam Zaman ağanın əlindədir. Tanınmış arif, çoxlarının tanıdığı Azərbaycanlıların ziyarətə gələndə ziyarətinə getdiyi Ayətullah Behçət Ayətullah Xamneyi haqqında belə deyir. Bir gün Ayətullah Xamneyi Qum şəhərinə gəlir və insanlar küçələrə axışırlar, onu qarşılasınlar. Ayətullah Behçət də 90 yaşında özü küçəyə xüsusi qonaqların qismində yox, cəmaatla birgə Ayətullah Xamneyi qarşılamağa gedir. Ona deyəndə ki, sən qocaq saqqalsan və qarşılanmağa gəlməyə də bilərsən, əziyyət olarsan, o isə bunu inkar edir, rədd edir və özü dediyi cümlə bu olur. Əgər cəmaat bilsəydi, bu seyyidin qarşılanmasında nə savab var, heç kəs evində əyləşməzdi. Ayətullah Xamneyi rəhbər təyin olunanda, Ayətullah Behçətin özünə deyəndə ki, bu cavandır, belə rəhbər seçildi, narahat olub, tez cavabında belə deyir. Bir dəfə bu sözü Əli əleyhissalam haqqında dediniz, 7 arxamız ondan əziyyət çəkdi. Ayətullah Həsənzadə Amilin dediyi cümlə bundan ibarətdir ki, qulağınız Ayətullah Xamneyinin ağzında olsun, onu eşidin. Çünki onun da qulaqları Xatəmül Ənbiyanın yaxud da İmam Zaman ağanın ağzındadır. O, onlardan qaynaqlanır, faydalanır. Siz də onun sözünə qulaq asın. Və Ayətullah Xamneyi ilə görüşəndə Ayətullah Həsənzadə Amili çox hörmətlə yanaşır, onun qabağında diz üstə yanaşır. Ayətullah Xamneyi ondan xahiş edir ki, mənim yanımda belə diz üstə əyləşmə. O isə cavabında bunu belə deyir. Əgər sizdən indiyə qədər bir məkruh, bəyənilməyən əməl görsəydim, bunu etməzdim. Böyük bir alimdir. Müasir siyasi dünyamızda Rusiyanın prezidenti Vladimir Putin İrandan gələn siyasi xadimlərə görüşdükdə onun qədrini bilməyini tapşırır və dediyi cümlə budur ki, mən tapşırmışam, onun bütün çıxışlarını tərcümə etsinlər, mənə versinlər. İran liderin özünə məxsus xüsusiyyətləri var. O, yalan danışmır, təkrar danışmır, söhbətləri daim elmi, gələcəyə yönümlüdür və reallaşır. Dedikləri də həyata keçir. Dəfələrlə bu görsənmişdir. Onun sözləri dünya siyasətçiləri üçün önəmlidir və beynəlxalq hadisələrdə tez və birbaşa təsir qoyandır. Əlbəttə ki, onun bir çıxışı milyonlarla insanları hərəkətə gətirir. Ayətullah Xamneyi o cümlədən İranda və bütün dünyada yeganə liderdir ki, 2-ci Dünya müharibəsindən sonra Amerikaya və Amerikanın bazalarına hücum əmri vermişdir. Yəni, 2-ci Dünya müharibəsindən sonra heç kəs Amerika ilə açıq-aşkar mübarizəyə girişməmişdir. O isə açıq-aşkar çıxışlarında Amerikanı mübarizəyə səsləyir və dünyada yeganə liderdir ki, Amerika bazalarını vurmağa əmr etmişdir 2-ci Dünya müharibəsindən sonra. Müsəlman dünyasında yeganə şəxsdir ki, ölkə rəhbəri olmaqla yanaşı, həm də özü Ayətullah, Peyğəmbər əmmaması və Peyğəmbər libasını əyninə geyinmiş bir başçıdır. Müasir fətvaları atomla bağlı çox maraqlıdır. Yeganə dünyada ölkə rəhbəridir ki, atom silahını düzəltməyi haram və qadağan etmişdir. Çünki o, kütləvi qırğın silahlarını, insanları kütləvi sürətdə qıran silahları qəbul etmir və ona görə onu haram və qadağan etmişdir. Dünyada tanınmış ictimai və siyasi xadimlərdən biri də BMT-nin keçmiş baş katibi Kofi Annandır. Kofi Annan İrana gələndə Ayətullah Xamneyi ilə görüşdən çıxandan sonra çox təsirlənmişdir və özü etiraf etmişdir ki, mən BMT-nin baş katibi olaraq dünyanın çox liderlərlə görüşmüşəm. Fransadan Jacques Chirac'la, o cümlədən də Qarbaçovla Rusiyada və Almaniyada Helmut Kohl kanslerlə görüşmüşəm. Amma məni heç kəs Ayətullah Xamneyə qədər təsirə salmamışdır. Onun xarizmatik şəxsiyyəti onlardan daha da üstündür. Və mən çox təəssüf edirəm ki, mən BMT-nin baş katibi ola-ola onun kimi mənəviyyata sahib deyiləm. Və o cümlədən də düşmənləri belə onu tərifləmişdilər. Ayətullah Xamneyə qarşı ən çox mübarizə aparan və onu pisləyən, haqqında təbliğat aparan Amerikanın keçmiş Xarici naziri Condoleezza Rice qaradərli bir qadın idi. İrana qarşı çox qatı fikirlərlə tanınırdı. Condoleezza Rice özü etiraf edir. Biz ən yaxşı planları cızırıq, ən çox büdcələri sərf edirik, ən yaxşı zamanları seçirik, ən yaxşı müdirləri icra edən insanları işə qoşuruq.
qurduğumuz planları İranın lideri Ayətullah Xamneyi bir saatdə çıxışı ilə məhv edir. Hamısını darmadağın edir. O cümlədən də Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsinin, CIA-nin keçmiş əməkdaşı Raul Mark verdiyi məqalada İrana qarşı, Ayətullah Xamneyə qarşı düşmənçiliyini etiraf edəndən sonra özü belə deyir. İranın ali rəhbəri Yaxın Şərqdə İkinci Dünya müharibəsindən sonra ən müvəffəq bir rəhbərdir. Yaxın Şərqin ən müvəffəq rəhbəri İkinci Dünya müharibəsindən sonra Ayətullah Xamneyidir. Onun çox yaxşı məharətləri var, güclü istedadı var və mən sizə əlimdə olan faktlarla, statistika ilə sübut edə bilərəm ki, İranın dini rəhbəri mütləq biləsiniz, Trumpdan üstündür. Onun əksidir. Onun iradəsini tərifləyir və özü də deyir ki, mən neçə illər onun haqqında oxuduqdan sonra bu qənaətə gəlmişəm. Son. Ayətullah Meşkini əslən Azərbaycandan, Ərdəbildən, Meşkin şəhərindəndir. Əli Meşkini kimi tanınır. Özü ondan olunan nəqlə əsasən buyurur ki, əgər zaman Ayətullah Xamneyi ilə yarışa girsə, müsabiqəyə girsə, Ayətullah Xamneyi öz zamanəsindən 100 il qabaqdadır. Bu da onun haqqındadır. Unutmayaq, bugünkü müasir dünyamızda Amerikada tanınmış Time jurnalında Ayətullah Xamneyinin adı dünya liderlərindən Putin, Xi Jinping və digərlərlə yanaşı çəkilməkdədir. Bu hal-hazırda müsəlman dünyasında böyük bir şəxslərdən biridir. Mənim bu araşdırmam illərlə, saatlarla mütaliələrimə əsaslanır və təkcə İrandan deyil, İrandan xaricdə olan, hətta ona düşmən mövqedə olan insanların etiraflarını yığmışam, faktlarına danışıram və bunu deməkdə mənim vəzifəm hansısa bir ölkənin rəhbərini tərifləmək yox, öz inancımıza əsasən bugün İmam Zaman əleyhissalamın tapşırdığı naibi olan müctehidlərdən, ayətullahlardan olan Ayətullah Xamneyini olduğu kimi isə tanıtdırmaq, xüsusilə bugün İslam düşmənlərinin, zalimların, Amerikanın, uşaq qatili İsrailin, imperialist qüvvələrin qabağında duran bir şəxsin haqqını əda etməkdən ötürü onu doğru düzgün sizə çatdırmaqdır.